Kimin heykəldir? Diz bağlarında ciddi zədə var. Peşəkar futbola qayıtmaq çox çətindir. Necə yəni? Mən burada futbol oynaya bilməyəcəm. Bəzən bir qərar ədalətin səsi kimi tarixdə iz qoyur. İngiltərə fanları Tofiq Bəhramovu bu ədalətli qərarına görə heç vaxt unutmadı. Bəzən həyat bizi sevdiyimiz işdən ayırıb başqa bir yola yönəldir. Axı mənim bütün həyatım futbol idi. Mən bir gördüm top değdi, top tərpəndi. Mən arxın oldum, top qapı xəttini keçir. Tofiq müəllim yan hakim olaraq çox qətiyyətli, düzgün qərar verdi. Mən də onun kimi olmaq istəyirəm. Qalibin dosyası, ədalətin səsi, noyabrın 30-u, 22:30-da.